İnsanlar nə üçün eBay dropshipping ilə başlamağı seçirlər? Ümumiyyətlə, insanlar nəyə görə başlayır, onun haqqında birinci məlumatı verim. Çünki eBay platforması o qədər sadə platformadır ki, həm insanlara müştəri ilə danışıqları da asan gəlir. Əlavə olaraq bunu da qeyd edim ki, düzdür, müştərilər bizim Amerika vətəndaşları olsalar belə çeviri vasitəsilə, Google Translate vasitəsilə bir-birlərinə daimi olaraq əlaqə saxlaya bilirlər və eBay-də həmin bu bölüm çox sadədir. Sadəcə mesaj bölməsinə daxil olaraq müştərilə kontakt əlaqə keçmək olur. Əlavə olaraq belə bir məlumat verim ki, eBay ilə bağlı. eBay bir məktəb kimi düşünün. Siz birinci sinifdən birbaşa 11-ci sinifə keçə bilmərsiniz. Həmçinin bu istəyir stoklu bir satışda olsun, istəyir hər hansısa bir digər iş modelində olsun, eBay-in daxilində ümumiyyətlə dropshippingə başlayırsınızsa, eBay platformasından başlamaq çox yaxşıdır. Komissiyaları çox azdır. Müştəri ilə danışığı burada öyrənirsiniz, izləmə kodları anlayışını burada öyrənirsiniz, məhsulu necə tapmaq lazımdır, bunu burada öyrənirsiniz və bunları bildikdən sonra artıq biznes yönümlü addımlar da ata bilirsiniz.